Salam əziz izləyicilərimiz, hər vaxtınız xeyirli uğurlu olsun. Səlyan Əmlakın təqdimatında mən Nigar xanım sizə növbəti bina evimizin satışını təqdim edirəm. Bina evimizin həm birinci mərtəbəsi, həm də ikinci mərtəbəsi satışa çıxarılıb əziz izləyicilərimiz. Bina evimizin qarşısında obyekti də satışa çıxarılıb. 50 kvadratdan ibarət olan obyektdir. Sənədləri qaydasındadır. Burada əziz izləyicilərimiz, birinci mərtəbəmizdə torpaq sahəmiz də var. Burada istənilən növ ağacı, gül çiçəyi əkə bilərsiniz. Evimizin qarşısında qarajı da var. Maşın saxlamaq üçün çox geniş bir qarajdır. Burada isə Ramil bəy sanitar qovşaqlarımızı çəkək. Tam təmirli sanitar qovşaqlarıdır. 2 sanitar qovşağı vardır əziz izləyicilərimiz. Burada isə su basinamız vardır. Yəni su tərəfdən heç bir çətinlik olmayacaq. İndi isə əziz izləyicilərimiz, mən sizə evimizin birinci mərtəbəsinin otaqları ilə sizi tanış edim. Buyur Ramil bəy. Əziz izləyicilərimiz, bura evimizin giriş hissəsidir. Bura isə bizim mətbəx hissəsidir. Geniş bir mətbəxi vardır. Orta təmirli evimizdir əziz izləyicilərimiz. 4 otaqlı bir mətbəxdən ibarət. Bura isə bizim kiçik bir otağımızdır. Buyur Ramil bəy. Bu otağı da çəkək. Əlavə əşyalarınızı yığmaq üçün də istifadə edə bilərsiniz. İndi isə evimizin ikinci mərtəbəsinə gedək əziz izləyicilərimiz. Bura isə bizim ikinci mərtəbəmizin giriş hissəsidir. Digər otağımızda sizə təqdim edeyim. Bura geniş bir qonaq otağıdır əziz izləyicilərimiz. Digər otağımızda təqdim edək Ramil bəy. Bura isə uşaq otağı kimi də istifadə oluna bilər. Digər otaqlarımızı da qeyd edək. Burada bizim ikinci bir giriş hissəmizdir. Ramil bəy çəkək. Burada bizim əlavə bir yataq otağımızdır. Orta təmirli bina evimizdir əziz izləyicilərimiz. Həm birinci mərtəbəsi satışa çıxarılıb, həm də ikinci mərtəbəsi. Bura isə də əlavə əşyalarınızı yığmaq üçün geniş bir otaqdır. Əziz izləyicilərimiz, mənim sizə təqdim etdiyim bina evimizin həm birinci mərtəbəsi, həm də ikinci mərtəbəsi satışa çıxarılıb. Evimizin qarşısında hazır kirayədə olan obyekti var. 50 kvadratdan ibarət olan, sənədləri tam qaydasında. Evimizin arxa hissəsində isə geniş bir qarajı vardır. Maşın saxlamaq üçün və ya əlavə əşyalarınızı yığmaq üçün də istifadə edə bilərsiniz. Evimiz Səlyanın tam mərkəzində yerləşir. Giriş-gəliş yolu üzərindədir. Fürsətdən istifadə edib onu demək istəyirəm ki, əziz izləyicilərimiz, siz Səlyan əmlakı evləriniz